Salam dəyərli izləyicilər, siz Xəbər Bürosu kanalındasınız. Ölkədə gözlənilən hava dəyişiklikləri ilə bağlı təcili və vacib xəbərimiz var. Bakıda və bölgələrdə qar yağacağı tarix açıqlandı. Əgər havadan, qardan, təhlükəli şəraitdən xəbərdar olmaq istəyirsinizsə, videonu sona qədər izləyin. Bakıda və Abşeron yarımadasında hava şəraiti kəskin dəyişir. Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, fevralın 4-dən 7-nə qədər paytaxt və Abşeron ərazisində hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Fevralın 4-də bəzi ərazilərdə yağıntı intensiv xarakter alacaq. Sabah gün ərzində və fevralın 5-i gecə saatlarında bəzi yerlərdə yağışın sulu, qara və qar şəklində düşəcəyi ehtimal olunur. Azərbaycanın rayonlarında isə fevralın 3-ü axşamdan 5-i gündüzədək hava şəraiti arabir yağıntılı olacaq. Bəzi bölgələrdə qar yağacağı, ayrı-ayrı yerlərdə isə yağıntının güclənəcəyi proqnozlaşdırılır. Fevralın 4-dən 7-nə qədər dağlıq və dağ ətəyi rayonlarda yolların buz bağlaması ehtimal edilir. Ölkə üzrə havanın temperaturu əvvəlki günlərlə müqayisədə 5-dən 10-a qədər dərəcə aşağı enəcək. Mütəxəssislər sürücüləri və piyadaları ehtiyatlı olmağa çağırır. Sizcə Bakıda güclü qar yağacaqmı? Qar yağmasını istəyirsiniz, yoxsa bu hava sizi narahat edir? Fikirlərinizi şərh bölməsində yazın. Ən son və dəqiq xəbərləri vaxtında almaq üçün Xəbər Bürosu kanalına abunə olun, bildirişləri açın. Videonu bəyənin və paylaşın.